Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daim ala a'daihim ecmaîn. Biz dünənki söhbətimizdə Cəməl döyüşü haqqında Vəhabilərin, ilahiyyatçılarının, baş bilənlərinin nağıllarını qeyd etdik və qeyd etdik ki, bu nağıl əsasən iki hissədən ibarətdir. Birincisi bundan ibarətdir ki, güya Osmanın qatillərini istəyiblər. Osmana heç bir qohumluq olmayan şəxslər. Osmanın övladları qala-qala məhkəmə qurulmalıdır, şahidlər gəlməlidir, sübut olunmalıdır ki, filan kəslər qatildilər. Bunlar olmamış, deməli, Ayşə, Təlhə, Zübeyir ordu yığıblar ki, yox, ver bizə qatilləri, biz onları öldürəcəyik. Nağılın ikinci hissəsi dedik ki, qalsın sonraya. İnşallah bugün nağılın ikinci hissəsi haqqında danışaq. Bu nağılın ikinci hissəsi nədən ibarətdir? Güya hər şeyi xəvaric eləyib. Yəni, əslində İmam Əli əleyhissalam, onun ordusu və Ayşənin ordusu, bunlar pak insanlardır hamısı. Bizə görə bəli, İmam Əli əleyhissalam bunun tərəfdarları pak insanlardılar. Qarşı tərəf Peyğəmbərin, Quranın ziddinə olaraq gəliblər müsəlman qanı tökməyə. Zamanı imamına qarşı xuruc ediblər. Qanuni hakimi beyət eləməyiblər. Bir günah beyət ediblərsə, deməli beyəti sındırırlar, bu ikinci günah. İndi bunu Vəhabilər özləri aid eləsinlər. Deməli, neysə, gəliblər, deməli, hadisə necə baş verib? Nağıl hələ bilir üstündə qurulub. İmam Əlinin əleyhissalam ordusuna xəvaric nəsə bir iş görüb, ox atıb ya, daş atıb ya, neyniyib? İmam Əli əleyhissalam və ordusu hələ bilib ki, bunu Ayşənin ordusu eləyir. Ayşənin də ordusuna ox atıblar xəvariclər. Ayşənin də ordusu hələ bilib ki, bunu İmam Əlinin ordusu eləyib. Hələ biliblərlə başlayıb hadisə, sən demə. Birinci nağıl danışan deyir ki, onlar ki, Osmanın qətlində iştirak eləmişlər, İmam Əlinin əleyhissalam ordusunda idilər. Həmin o xavariclər hansılar ki, Osman ibn Əffanın qətlində iştirak etmişdilər, onlar Əli ibn Əbi Talibin radiyallahu anhunun qoşununda idilər. Halbuki istənilən bir vəhabidən soruşsan, məznun olan şəxslər, məznun, zənn edirsən ki, bu ola bilər qatildir. Onlar nəinki orduya gəlmirlər, onları bir yerdə saxlamaq lazımdır, nə bilim, ev dustaq eləmək lazımdır, həbsdə saxlamaq, yaxud məhdud bir yerdə qoymaq lazım idi ki, siz şübhəli insanlarsınız, sizin haqqınızda ittiham var ki, siz xəlifəni öldürmüsünüz. İmam Əli əleyhissalam bunların heç birini etməyib. Bunlar azmış kimi hələ öz qoşunda da gətirib bunlar ki, gedək müharibəyə. Və sonra xavaric fikirləşir ki, birdən İmam Əli əleyhissalam Təlhə ilə Zübeyir ilə əlbir olar, bizi təhvil verər. Həmin o xavariclər hansılar ki, Osman ibn Əffanın qətlində iştirak etmişdilər, onlar Əli ibn Əbi Talibin radiyallahu anhunun qoşununda idilər. Və qorxurlar ki, Ayşə radiyallahu anhə, Talhə və Zübeyir Əli ibn Əbi Taliblə razılaşıb, onların təslim olunmasına səbəb olar. Ona görə də hər iki tərəfdən qoşunu alovlandırırlar. Halbuki həmin adam, bundan qabaqki bəhsdə qeyd etdik, deyir İmam Əli əleyhissalam onlara deyir ki, Ayşəgilə deyir ki, gözləyin, məhkəmə qurulmalıdır, mənə müraciət eləməyiblər Osmanın övladları, məhkəmə olmalıdır, təsdiqlənməlidir ki, bunları qatildirlər. Əli radiyallahu anhu onlara deyir ki, Osmanın vəliləri, yəni Osmanın yaxınları hələ ki, məhkəmə qurulması üçün mənə müraciət etməyiblər. Və nə vaxt müraciət olunacaq, onda həmin onu öldürənlər təyin olunacaqsa, onlardan qisas alınacaq. İndi isə hələlik vermir, yəni qatillərini vermir. Və sonra necə olur ki, İmam Əli əleyhissalam neynəsin, şahidsiz, məhkəməsiz filansız təhvil versin. Və xəvaricin qəlbində olanı bunlar biliblər. Ki, xəvaric belə fikirləşib. Elə bir ki, bunların qeybdən xəbərləri var. Xəvaric belə düşünüb ki, birdən belə bir hadisə olar, bizi təhvil verər və gəl biz indi bunların arasını vuraq. Yəni, senariyə baxaq. Sonra hücum edirlər Təlhənin, Zübeyrin qoşununa. Onlar hələ bilirlər ki, İmam Əli əleyhissalam eləyib. Və gəlirlər İmam Əlinin əleyhissalam ordusuna hücum edirlər. Onlar da elə bilirlər ki, bunu Təlhə, Zübeyir eləyib. Ona görə də hər iki tərəfdən qoşunu alovlandırırlar. Və Talhə ibn Zübeyrin qoşununa hücum edirlər. Və Talhə və Zübeyir elə zənn edirlər ki, Əli ibn Əbi Talibin qoşunu onlara hücum edib. Və sonra Əli ibn Əbi Talibin qoşununa da hücum edirlər. Və Əli ibn Əbi Talib radiyallahu anhu da elə bilir ki, Talhə, Zübeyir və Ayşə radiyallahu anhla bərabər gələnlər onlara hücum edib. Və beləcə döyüş olub aralarında. Sual. Bax, Vəhabi inancına görə bütün sahabələr behişli idi. Adildilər, Allah onlardan razı olar, Allahdan razıdır, cənnətdədirlər hamısı.
Düz. Amma xəvaric isə nə edib? Osmanın qətlində iştirak ediblər. Səhabələr heç kimi öldürməyiblər. Müsəlman qırğını düşməyib də bunlara görə imamın dövründə baş verib. Və Təlhə, Zübeyr, Ayşə pakdır. Bunların əli batmayıb Osmanın qanına. Həmçinin İmam Əli əleyhissalam və onun ordusundakı sahabilər, təbiinlər hamısını Vəhabilər xeyri nəsil adlandırırlar. Səhih hədislərinə əsasən cənnətli hesab edirlər. Amma xəvaric nədir? Bilinir ki, bu xəvaricin əli var Osmanın qətlində. Osmanın qatilləridirlər. Hansı ağıllı Vəhabi düşünməz ki, hansı ağıllı Vəhabi İmam Əlinin əleyhissalam qoşununda olsaydı onların yerinə və qarşı tərəfdə Təlhənin, Zübeyrin, Ayşənin ordusunda olsaydı, hansı ağıllı düşünməz ki, qarşı tərəfdə Əlinin ordusundakılar behişt əhlidirlər sahabələr. İmam Əli əleyhissalam həmçinin ordusundakılar düşünürlər ki, qarşı tərəfdə Təlhə, Zübeyr behişt əhlidir. Deməli bu hərəkəti kim eləyib? Bu davanı aran kim qızışır? Deməli xəvaric eləyib. Bizə oxu xəvaric atıb. Hamısının ağlına vallahi bu gələr. Niyə? Çünki axı sahabələr pakdı axı. Cinayət eləməyiblər, amma xəvaric Osmanı öldürüb. 100% insanın ağlına cinayətkar gələr də. Pak behişt əhli gəlməz ki. Amma Vəhabilərdə tərsinədir. Gör nə fikirləşirlər. Yəni gör insanları axmaq yerinə qoyurlar. İmam Əli əleyhissalam və onun ordusundakı sahabelərlə Ayşə və onun ordusundakı sahabeləri cahil hesab edirlər, nadan hesab edirlər, tələsik qərar verən hesab edirlər, zənn eləyir, hələb eliblər, yəni suizənlə. Niyə sahabənin haqqında suizən eləyir? Niyə o ayələri ki, siz gətirirsiniz radiyallahu anhu və radu anhu və sair ayələr, hədislər? Niyə onları İmam Əli əleyhissalam bilməyib ki, onların haqqında bu ayələr var, onlar bu iş görməzlər. Allahın razı qaldığı şəxsi ox atmaz. Görürsən, deməli, dinlərini sonradan uydurublar. Hələ o biri cahil deyir ki, gəlirlər, görüşürlər Talha, Zübeyrin ordusuna, İmam Əlinin əleyhissalam ordusu, sülh edirlər, belə qərara gəlirlər ki, sabah hamısı öz yerinə qayıdacaq. Əli ibn Əbi Talib qoşun yığılıb, gəlirlər, görüşürlər. Ayşə radiyallahu anhə, Talha, Zübeyir qoşunla və sülh olur və belə danışırlar ki, sabahsı günü hər kəs yerinə qayıdacaqlar. Ola ki, səhərsi günü xəvariclər qızışdırmaq üçün döyüşü Talha və Zübeyir tərəfindən adamlarına ox atırlar və bir neçə nəfər ölür oradan. Öləndə qoşun qalxır. Təsəvvürlə, ara qızışdı. Hətta Talha Zübeyir istəyir sakitləşdirsin qoşunu. Sakitləşmir, qutardı. Vallahi Təbəridən tutmuş hədislərinə qədər biz bəzi məqamlara danışmışıq, dəlilləri göstərmişik. Sadəcə burada dəlil istəmirəm qeyd edim. İstəyirəm deyim ki, ağılla fikirləşin. Görün bu adamlar necə sizi axmaq yerinə qoyurlar, ey aldanmış Vəhabilər. Aylarla qoşun yığ, silah yığ, sursat yığ, insanları azdır, Ayşəni mindir dəvəyə el gezirlər, oba gezirlər ki, Peyğəmbərin xanımıdır, gəlin kömək eləyin. Azuqə yığıblar, yemək yığıblar, nə bilim, miniş yığıblar, hamısını yığıblar. Niyə? Çünki ya əli qatilləri vermədin bizə. Sonra nə baş verir ki, sülh elədilər? İmam Əli əleyhissalam onlara deyir ki, qatilləri sizə verəcəyəm. Ya bunu deməlilər, onlar sülh eləməlidir, bunu deməz. Niyə? Çünki məhkəmə qurulmayıb. Osmanlı balaları gəlib istəmir ki, qisas alınsın. Məhkəmə qurulmayıb və sair işlər olmayıb. Deməli, İmam Əli əleyhissalam onları razı salmayıb ki, qatilləri verəcəyəm. Qatilləri vermirsə əgər, niyə təzdən sülh ediblər? Sülh edənlər əvvəldən sülh edərdilər də. Özü də sən işə bax. İmam Əli əleyhissalam xəlifə kimi başı qarışmalıdır. Nəyə? Məhkəmə qurulsun, Osmanlı övladları gəlsin, şahidlər olsun. Buna mane olan kimdir? Ayşənin, Təlhənin, Zübeyrin ordusu. Yəni, normal ağlı başında olan adam gəlib İmam Əli ilə müharibə etməz. Prezidentlə, xəlifə ilə, başçı ilə deyər ki, oturaq yerimizdə, məhkəmə qurulsun, şahidlər olsun, qatillər cəzalarını çatsınlar. Yoxsa duraq bir dənə Bəsrəyə gedək, qoşun yığaq, imkan verməyək ki, İmam Əli əleyhissalam öz işini görsün, ədaləti bərqərar eləsin. Subhanallah. Yəni, Savalan babanın nağılları var idi uşaqlıqda. Ondan betər deyə bunların nağılları. Sabah olur, səhər yeməyini yeyirlər, bəs görürlər ki, Təlhə Zübeyrin tərəfinə ox atıblar. Təlhə Zübeyr də gəlib demir ki, ya Əli, ey cənnətlə müjdələnən sahabə, ey Allah Peyğəmbərin əmisi oğlu, minnənə fəzilət. Sən mi elədin bunu, sizdən mi ox atdılar? Bunu soruşmur. Gəlir nə edir? O da götürür bir dənə taxta, nə bilim, subuq, ox, qılınc və müharibə qızışır. Ölən ölür, qırılan qırılır, bu cür. Yəni, bunu hansı ağıllı adam qəbul eləyər? Bunu hansı ağlı başında olan insana belə bir nağılları sən sırıyırsan? Ona görə də bu cür nağıllara əsla inanmayın. Bunların dalıyca getməyin. Bunlar bu qövmin, bu tayfanın baş bilənləri ilahiyyatçılarıdırlar.
şeyxləridirlər ki, öz şeyxlərindən bu cür yalanlar öyrənirlər və gəlirlər sizi də səfih yerinə qoyub bu cür yalanları sizə sırıyırlar. İnşallah zaman qabağa çıxdıqca bu cür tarixi məqamları qeyd edəcəyik ki, baxın görün necə fırladırlar. Fırlatdıqca batırlar, batdıqca da fırladırlar. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.